O qədər üzdüdülər ki, rahat gəlirlər elçiliyə xanım Zəhra üçün. Elçiliyə gəlirlər. Həzrət Əli əleyhissalama deyirlər, sən elçi getmək istəmirsən, deyir, məndə o cürət hardandır? Məndə o cəsarət hardandır? Onun bir kənizi olsa, mən özümdə ləyaqət tapmaram, gedim elçiliyə onun qapısına. Bax, bu çəkinmək nəyin çəkinməkdir? Bu Əlinin şəxsiyyətinin göstəricisidir. Çünki qorxacaq bir hərəkət eləmir. Özündən qorxudacaq bir hərəkət eləmir ki, cəmaat cürət tapmasın. Ləyaqətsizlər tez gəlir qabağa, ləyaqətlilər öz yerini bilməyə çalışır. Biri sənə üz verəndə, biri sənə ehtiram göstərəndə, özündə şəxsiyyət varsa, böyükdən danışıram, üz vermək o mənada deyirəm. Böyük bir adam. Sən gərək onda daha təvazökar olasan, daha ədəbli olasan. Bu şəkildə rəftar edirdilər insanlarla. Axır onun əvəzindən kimsə gedir Peyğəmbərə deyir ki, Əliyə qızıl verərsənmi, Peyğəmbər göydə razı olur. Bu kəbin göylərdə kəsilib. Əgər Əli olmasaydı Peyğəmbər buyur. Bax, bunun əvəzi budur. Əgər Əli olmasaydı Fatiməyə layiqli həyat yoldaşı olmazdı. Bax, bu ləyaqəti nə yaradır? Həmin o öz yerini bilməyi, Peyğəmbərə dəyər verməyi.